Sancaq Online kanalını izləyirsiniz. Ən son yenilikləri qaçırmamaq üçün kanalımıza abunə olun, videonu bəyənin və bildiriş butonunu aktiv edin. İndi isə keçək növbəti xəbərimizə. TikToker Nərmin canlı yayım zamanı qutu bişirməkdən çox yorulduğunu bildirib. O, işin ağırlığı səbəbindən sistem qoşturduğunu və buna baxmayaraq işləməyə davam etdiyini deyib. Nərminin bu açıqlaması izləyicilər arasında narahatlıq yaradıb. Həmin görüntüləri təqdim edirik. Saçımın rəngini deyim, ay ömrüm, saçımın rəngini nə deyim sənə? Saçımın rəngi şokolad. Bəli, buyurun. Mənim yox. Qolum belədir də. Allah, niyə məzələnməm? Ürəyim, qolum yanıb da məzələnməm. Qolun yanmağı məzələnmək olur. Saytiçanı yağı vururam, deyə elə buradadır. Sadə usta yığıb, bəli. Piyi çıxıb, yanan şeyli olur da ürəyim. Var user, yanıq üçün deyir, köpük al, var. Can, İlyas, bu çoxdan yanıb, bacı, qurban olun. Çox sağ ol, ürəyim, var ol. Evimdə. Sağ olun, siz necəsiz? Az yox məzələnsən, sən deyir, uşağa deyir, az yox, sən də eləyə bilmərəm. Dəhşətsiz, ay qız, Quran haqqı. Deyir, uşağa da üstünə çiş eləsin. Nə deyim, indi deyim ki, qızım ki. Yox. Uşağın aclıqsın. Doğrudan. Qız məşğəliyə gedir. Mən də istədim ingilis dilindən qoyam, yazığım gəlir. İnşallah gündüz bəy 5-6 bazar biraz enerji toplayım gələcəm. Can, çox sağ olun.
Teşekkür edirəm. Sağ olun. Siz necəsiz? Necə arıq qalırsınız? Bu Elnuru soruşanlar görəsən neynir onu boş ver. Çox sağ olun. Mən düşüb. Çox sağ olun. Teşekkürler, sağ olun. Yox. Hə, saçımı bu günləri şeylədi, maska. Çox sağ olun, Leman Habil. Teşekkür edirəm. Zəifləmişəm. Masajırdır, xoş gördük. Nərmin xanım, bəli, Elgün. Necəsən? Bugün səni dənizdə gördüm, canlı açmışdım. Mən dənizdə də öldüm ha, səni canlı da gördüm. Hardaydın dənizdə? Mən də sizi sevirəm, çox sağ olun.